Deməli, dəyərlənmədələn dəyərli soydaşlarım, İsveçrənin Davos şəhərində keçirilən Davos forumunda Trump'ın başçılığı altında sülh şurası ilə bağlı tədbir keçirilib. Bu tədbirdə həmçinin Azərbaycan və Ermənistan da tədbirin ilk üzvlərindən olubdu. Məsələ burasındadır ki, bu şuraya Avropanın böyük devletləri və əsas liderləri qatılmayıb. Tədbirə qoşulmayıb. Sadəcə Trump'a dəstək verən bir neçə sürtük prezident, yəni devlet başçısı iştirak edib. Bir neçə devlet başçısı. Tədbirdə Pakistan olubdu. Türkiye ise yalnız baş nazir ve Xarici İşlər Naziri səviyyəsində təmsil olunubdu. Erdoğan özü bu şuraya qatılmayıbdı. Yəni, məsələ ondan ibarətdir ki, bu şuraya üzv olan dövlətlər Trump'ın göstərişi ilə hərəkət ediblər. Trump'ın göstərişi ilə hərəkət edən bu sümsüklər, Trump həmin dövlət liderlərinə, bu sümsüklərə, həmin dövlət liderlərinə məktub göndərərək onları şuraya üzv olmağa çağırıbdır. Və eyni zamanda hər bir ölkədən 1 milyard dollar üzvlük haqqı tələb edibdir. Lakin Ermənistanla bağlı fərqli mövqeyi ortaya çıxıbdır. Ermənistan bu şuraya üzv olsa da 1 milyard dollarlıq üzvlük haqqı ödəməyib. Deyib imkanım yoxdur. Bugün, yəni 22 yanvar tarixində məlum olub ki, həmin vəsaiti Ermənistanın yerinə Azərbaycan rəhbəri, diktatoru İlham Əliyev ödəyəcək. Ermənistanın da yerinə 1 milyardı. Belə ki, sülhə dəstək adı altında Azərbaycanın üzərinə həm öz üzvlük haqqı üçün 1 milyard dollar, həm də Ermənistanın yerinə əlavə 1 milyard dollar ödəmək öhdəliyi qoyulubdur. 2 milyard getdi. Beləliklə, Xocalı qətliamında minlərlə günahsız insanın vəhşicəsinə ölümünə səbəb olmuş, yaralanmasına səbəb olmuş Xaçaturyanı azadlığa buraxan İlham Əliyev, indi də Azərbaycan xalqını soyub, Azərbaycan xalqının zəhməti ilə qazandığı pulları onların əlindən alaraq, cərimələr yoluyla, soyğunçuluq yoluyla onların əlindən alaraq Paşinyanın rəhbərlik etdiyi Ermənistana ödəyəcək, Ermənistanın yerindən Trump ödəyəcək. Baxın ha, dəyərli vətənlər. Dəyərli soydaşlarım. Gəlin sizə bir kadr göstərin. Burada Paşinyana da qoyulan hörmət. Deyil, ay məşədi. Mənim bu xalqımın 2 milyardı, 2 abbası demirəm ha, 2 milyardı cəhənnəmə. 2 milyardı bu xalqın cəhənnəmə getsin. Ağı, bu Trump İlham Əliyevlə 2 kəlmə xoş söz demədi, getdi. Yemədi, getdi. Pul verməyən Paşinyan. Paşinyanın da yerinə pul verən İlham Əliyev 2 milyard. Hələ 30 milyonda orada bir şəkil çəkdirməyə verməliydi. Vermişdi. İndi baxın. Paşinyanla mehriban söhbət eləyir. İlham Əliyevi it yerinə qoymur. Daha doğrusu qoz qoymur. İlham Əliyev qulağına bax. Paşinyanla Trump danışır belə. Trump. Özəl söhbət. İlham Əliyev başını beləyir. Baxın, başa baxın. Belə deyir, bax İlham Əliyev. Diqqətlə baxın da. Bunu mən paylaşacağım hər yerdə. Boyunu yerə soxulma sənin. Buna bax. İlhama baxın indi. Baba indi baxın dəyərlənmədən göstərəcəm. Baba danışır, İlhama bax başını. Baba indi baxın. Baxın baba Trump'a baxın. Trump'a danışır bax Paşinyan. İlhama bax, kulağına bax İlhamın. Baba İlhama bax. Baba çevirdi bax başını. Ona başı gördünüz mü? Başı gördünüz mü? Boyunu yerə soxulmaya səni. Xudavənd aləm. Başın dura yanına daş salmasın. O boyda 2 milyard ver. Nə ver? Paşinyanla belə kayıfdan söhbət edir, görüşmək, səmimizat. İlhama bir də belə, bax salam elə belədir, əlini belə də. Qulağını belləyir, bax. Paşinyanla nə danışır İlham Əliyev? Buna bax. Siz Allah buna baxın. Heydər Əliyevdən də mıxından düşən adam belə çoma olar mı? Arvadı qızı da bir sürü aparıb oraya elə bir ki, ailə toy məclisidir, nədir? Siz Allah buna baxın. Hələ Leylanı göstərəcəm orada sizə. Buna bax, boy. Siz Allah baxın. Baxın. İndi İlhama qulaq bax. Trump'a bax danışacaq. Trump'a baxın danışacaq. İlhama bax, başa bax. Baba çevirdi başını. Gördünüz mü? Çevirib başını. Boyunu yerə soxulmaya. 2 milyard pul verib buna bax, siz Allah. Paşinyanla Trump'ın münasibətinə baxın. Buna bax. Buna bax, İlhamı rədd elədi, bax indi Paşinyanla özəl söhbət başladı. 2 milyardı verəsən, 2 milyard. Erməninin də pulunu verəsən. Erməni soyqırımı edəni də buraxarsan. Bu kreslo bu qədər mi şiriniymiş Bu kreslo bu qədər mi şiriniymiş İlham Əliyev nə qədər sarayda ustolda oturubsa, düz onu çoxdandan cadılıyıblar.
Ama o stolların hamısını inanın Allah'a o it yerleri var, it saklama yerleri, it saklama yerleri. Şimdi bir tane iki tane yerde var ama biz her rayonda açacağız. O it saklama yerlerinde var ha. O itlerin altına koyacağım. İtler onun üstünde otursun. O uzansın yatsın. İlham ne kadar stolda otursa bu güne kadar. Şuşada oturdu o stola kadar. Değilim ha. Demedi demeyin. İt cinsidir. Ha, ne kadar adam yanıyor. Ha, 2 milyar cehenneme. O adamı yandırmıyor o kadar. Onsuz da İlham'ın cibinden gidirdi o pul. Onsuz da biraz halkı biraz artık kayracaklar. Halk da kabile sevecek, kabile tərəf gedəcək. Yer cəhənnəmə sərf eləyir. Ama 2 milyar cəhənnəm. Onsuz da bu halkın boğazından kəsirlər, cərmələrlə. Ha, bir misal çəkdim ha sizə. Nədir o sigaretin adı nə? Rotmaz, ha, Rotmaz. Rotmaz sigareti neçəyə satılır Azərbaycanda? 3 manat 40 qəpiyə. Hayla. Hemen sigaret Suriye'ye 28,7 milyon paçka satılıp 26 qəpikdən. 14 dəfə aşağı qiymətə. 14 dəfə aşağı qiymət. Evet halkı qayırmaq nə tər olur ya? Odur var. Naxçıvanda traktorların qabağına keçirlər. Su, gəlib bizə su ver. Gəlib bizə su ver. Ha, millət su tapır ha. Millət yol tapır ha. Bütün tikintinin en büyük xərci nədir? Kanalizasiya. Kanalizasiya yox da. Heç bir binanın bodrum katı düzəlməli deyil. Eləyənlər də təzə binalarda maşın qarajı eləyib puluna yığırlar da. Yandırın İlham Əliyevi. İlham Əliyevi diri yandırın. İlham Əliyev diri yandırmaktan başka onun başka çare yoktu. O virüs yayılacak. Ancak İlham Əliyev diri yandırılmalı. Ben öyle siz diri. Ben öyle siz diri. İlham Əliyevi ancak diri yandırmak lazım. Şimdi böyle mehriban göstermeyi size burada şey Leylam. O məni Leylam. Gösterle hala. Hala bak Davos'tan şəkil. Ben deyəndə ki bu sikilmişler. Davos'a girdi. Hala bak Leyla. Davos'tan şəkil. Önündeki kimdi? Şey olacaktı o bölümdeki o birisi sür. Hala Leyla. Davos'tan şəkil paylaş. Bak Davos'tan. Hala bak. Gördünüz mü? Boğazına da vurup şeyi. Ha, deməli bizə dəqiqə. Ha, bir dəqiqə dayanamadım. Burada maraqlı şeyler var. Maraqlı şeyler çatdıracağım size. Bir dəqiqə səbirli olun. Leylan hələ göstərim. Hala var Leyla. Leyla mehriban bak. Mən deyəndə İlham Əliyev arvadını, qızını da bir dənə devlet rəhbəri deyin ki, ay uluyacağım ya buna. Uluyacağım. Diyeceğim İlham Əliyev, səndən İlhamdan üzr istəyəcəm. Nə bilim, memnunluq eləyəcəm. Bak burada and olsun Allah'a. Her gün 1 saat efir açıp uluyacağım. Bir dənə prezident ora arvadını, qızını aparmışdım. Gəlinini, arvadını, qızını, oğlunu aparan bir dənə prezident göstərin. Bir dənə prezident göstərin. Uluyacağım da, danışmayacağım da uluyacağım. Au, eləyib uluyacağım. Ala baxın. Ala baxın. Bunları niye Trump'ın qabağına çıxardı? Ay Trump hansını qayırmaq istəyirsən? Bax yaxşı götdən verirlər, yaxşı ağzını alırlar. O limon sıxıcı töküblər, daraldırlar şeylərini. Ala bax, ala. Ala da ala. Ala baba ala. Ay bak bu qızını gəlinini yapardı. Bir dənə prezident deyin ki qızını gəlinini arvadına aparıb ora mən uluyacağım. Au eləyib uluyacağım. Uluyacağım. Üzr istəyib da bu siyasete son koyacağım. Siyasetin içini belliyim diyeceğim. Son koyacağım. Deyin de bana bir gün. Ha diyemezsin. Çünkü arvadını, kızını Trump'ın soskası yapmak hatirine de olsa hakimiyette kalmak isteyen kimdi? Kökten koyduran İlham Əliyev. Xocalı qətliamının rəhbərini bırakır kreslosu için. Paşinyan deyir pul tapanmara 1 milyar adama gelmek istəyirəm ora. İlham Əliyev deyir mən verərəm. Xalqın pulu da Paşinyan xalqına hesabat verir, İlham Əliyev xalqa hesabat vermir. Heç xalqı daşacağına dalmır. Bəli. Değerli vətəndaşlar, pek səhv deyirəm. İndi gəlin sizə bir xəbərdə deyim. Bir dənə yeni qoşulan izləyicilər bəyəni. Ne kadar anası qəhb olasan ki, qabili bəyənməyəsən. Ne kadar cındır olasan, ne kadar ya gərək xəstə olasan, ya gərək bilməyəsən də necə bəyənirlər. Ya nə bilim, ruhi xəstə olasan, nəsə bilməyəsən ki, sən ya da gərək ananın başını İlhamın otelinə, ərəbin altına dürtməyi bacarasan ki, qabili bəyənməyəsən. Qabili bəyənməmək olar. Deməli, başladım. Of. Mənim yerimə bugün bir köpək oğlu da yayıma çıxmazdı. Mənim yerimə kim olsa. Amma mən görürsünüz yayındayım. Ama sadece sizlerden istəyirəm ki qiymət verəsiniz, qiymət. Qiymət verəsiniz. İlham Əliyevin iştirak etdiyi tədbirdə İlham Əliyevin iştirak etdiyi tədbirdə əsas məqsəd Donald Trump'la görüşərək şou göstərmək olub İlham Əliyevin arzu və istəyi. Əslində İlham Əliyevin Trump'la müzakirə edəcəyi nə real siyasi məsələ, nə də konkret mövzu yox idi. Sadəcə Trump'la görüşüb görüntü paylaşmaq, görüntü yaratmaq istəyirdi. Bu məqsəd və Trump'ın yaxın şərq məsələləri üzrə nümayəndəsi Steve Witkova,
əlaqə saxlayıb onunla Vitkovla və ona bildirib ki, güya Trump üçün hədiyyəsi var və onunla mütləq görüşməlidir. O deyib ki, Trumpın xeyriyyə fondları üçün Amerikaya 30 milyon dollar yatıracaqsan. Steve Witkoff bu məlumatı Trumpa çatdırıb və Trump da bu hədiyyəni, yəni maliyyə vədini qəbul edibdir. Witkova qədər də Yahudi lobbisinin dəstəyini alıbdır. Lakin buna baxmayaraq Trump İlham Əliyevlə real görüş keçirməyib. Sadəcə foto sesiya olubdur. Başqa heç bir müzakirə aparmayıb İlham Əliyevlə. Yəni masal arxasında durub ikicə kəlmə söhbət eləməyib. Sadəcə qızını göstərib arvadını, deyir ki, bu yaxşı çalır, bu da yaxşı seksualdır. Hə, nədir o fransız dünyanın ən böyük seks ulduzuları Nadejda Roddu nədir? Bax, onun tələbəsi olub Mehriban Əliyeva. Bəlkə də o Mehribanın tələbəsi olub, hər nəysə. Məsələn, Trump da bilirsiniz, seksdən ötürü ölür. Öz qızına deyir, qızım olmasa deyir, sənlə seks eləyərdim. Amma sonra Leylanı aparıb da Mehriban nəyə görə? Yaxşı dollaq var, dollaq. Və Trump baxır ki, manyak kimi şeydir də, Epsteinlə bəri qayla gəlibdir də. Trump ona görə qızın arvadını aparıb qabağına qoyub da. Hər nəysə, Steve Witkoff bu məlumatı Trumpa çağırıb, Trump da İlhamın 30 milyon dollarlıq hədiyyəsini maliyyə yardımına qəbul edibdir. Lakin buna baxmayaraq Trump İlham Əliyevlə real görüş keçirib, ikicə kəlmə müzakirə aparmayıb, nə dəyərli bir söz deyib ya eşitməyibdir. Sadəcə, yenə deyirəm, şəkil çəkdirmək görüntü xatirinə. İlham Əliyev bu tədbirə həyat yoldaşı Mehriban Əliyevanı və qızı Leylanı da, oğlunu da, sülaləsini də gətiribdir. Maraqlı məqam isə odur ki, oğlu Heydər Əliyev həmin görüşdə iştirak etməyib. Bunun səbəbi isə o dünən 20 yanvar tarixində tədbir vaxtı sudurqa keçirib, dili qatdalanıbdır, Heydər Əliyev huşunu itirib və ətrafdakı tibb işçiləri də onu xərəcdə, tədbir ərazisindən, Davosdan xərəcdə çıxardıblar. Bu səbəbdən də həmin vaxt Trumpla görüşdə iştirak edə bilməyib. Halbuki Heydər Əliyevin Trumpla görüşüb şəkil çəkdirməsi İlham Əliyevin ən böyük həyatda arzusuydu. Bu 2 milyard dollar gedibdir. Allah kayıfdadılar Davosda 2 milyard dollar gedib. Danışır ki, Trumpın əlinə tərdir. Salam verəndə o cümləsini belə elədi mi? İlham deyir, belə elədi mi? Yəni yaxşı sorarsan axşam Trump'ınkına.